Lalə Qabil qızı Daşkəsən rayonunda. Biz də o icra başçısına gedib gəlməkdən yorulmuşuq. Biz nə qədər müraciət ediriksə 10 aydır biz müraciət edirik. 10 ayda bizim evimizlə bağlı heç bir məlumat vermirlər. Hərə bir yalan danışır. Hamısı bir-birinin üstünə atır. Bizim icramızdan da bizə saxta axtı bağlanılıbdır. Ölünün adına axtını bağlayıblar. Yalandan da yazıblar ki, bu ev köhnəli fəaliyyətini itirmədən uçub. Ancaq ki, bizim bütün Daşkəsən rayonu bilir ki, bizim evimiz köhnəli fəaliyyətini itirmədən uçmur. Təbii fəlakətdə uçur. Fövqəladə halların gətirib qurduğu 2 dənə fəlakət, 2 ailəyə qurulubdur. Biz xahiş edirik, cənab prezidentimiz Mehriban xanım, qeyrətli, nətər deyim, hörmətli insanlarımız, xahiş edirik bizim səsimizə səs verin, bizim körpələrimizə rəhm edin. Bizi ədalətsizlik uğruna məhv eləməklərinə icazə verin. Ben Məmmədova Zülfə Fəxrəddin qızı. 77 yaşım var, 77 yerdən də yara vurulub bana. Sizdən xahiş edirəm, sizə yalvarıram, hörmətli Mehriban xanım, hörmətli prezidentimiz. Sizə yalvarıram, 10 aydır mən göz yaşartmaqdan gözlərim kör olub. İcra hakimiyyəti sizin qəbulunuza gəldi, Mehriban xanımın qəbuluna gəldik. Fövqəladə halların qəbulunda oldu, Əli Əsədovun qəbulunda oldu. Onlar razılıq verib, evimiz tikilsin. Lakin bu icra hakimiyyətində saxtakar məmurlar hər şeyə bir bahanə taparaq, yalancı, mənim neçə il bundan qabaq həyatdan köçər, ruhu şad olmuş həyat yoldaşımın adına saxta akt bağlayıb göndərdi. O aktın hesabına da mənim işim, evim, heç bir şeyim təmir olunmuyor. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim yaşımı, sinəmə vurulan yaraları nəzərə alaraq bir ayın içində 3 evlad itirmişəm. O evladları ruhu xatirinə, mənim dərdimi başa düşərək mənim dərdimə dərman olun. Sizə səslənirəm, Azərbaycanın mərd oğlanları, mərd qızları, qəhrəman evladları, qəhrəman qızları. Sizə ümidiniz artıq saxtakarlıqlardan, yalanlardan, yalancılıqlardan, rüşvət alanların əlindən yorulduq. Kasıblara əl tutan elm adamları, üzümü sizə tuturam, baxın, 4 ay bu palatkada, kravatda xəstə yatdım, imzadsız, köməksiz. İndi də mən bu yaşında, 77 yaşında, baxın, bax bu şəraitdə yaşayıram. Bu zülümləri çəkirəm mən. Bax, mən sizdən xahiş edirəm, müəllim, bax, bu bizə göndərilən, yəni Bakıdan təsdiq olunub göndərilmiş ərizədir. Bu isə bizə Gəncə şəhər layihə çəkənlərin bağladığı saxta axtıdır. Saxta axtını bizə bağlayıblar ki, bu ev köhnəli fəaliyyətini itirmədən uçur. Ancaq bizim evimiz təbii fəlakətdə uçur. Biz isə gedib Gəncə şəhəri layihə çəkən institutuna müraciət edirik. Adları isə burada yazılıbdır. Rüstəm müəllimə müraciət etdik. Rüstəm müəllim bizə deyir ki, sizin evinizin köhnəli fəaliyyətini uçurma yazdığımız üçün bizə yerli icranızdan elə məlumat verilibdir. Biz də sizin yerli icranızın məlumatı üzərə sizin evinizin axtısını bu cür bağlamışıq. Ona görə də bizim bütün ərizələrimiz, bütün müraciətlərimiz ləğv edilir, imtina göndərilir bizə Bakıdan. Təsdiq eləməklərinə baxmayaraq bizə Bakıdan Zemfira Rizayevə ərizə göndərib ki, agentliyin rəisi. Ki sizin heç bir köməklik göstərə bilmirik. Çünki sizin axtınızda bağlanıb ki, köhnəli fəaliyyətini itirmədən uçubdur.